Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə danışacağımız mövzu əvəzlik mövzusudur. Əvəzlik əsas nüsxələrini əvəz edə bilən sözlərə əvəzlik deyilir. Əvəzlik əvəz etdiyi nitq hissələrinin xüsusiyyətlərini daşıyır. Suallarına cavab verdiyi nitq hissələrini əvəz edir. Məsələn, məndən sualına cavab verir, düzdür? Məndən deyirəm. Bax, məndən sözünü yazdım. Məndən. Bu hansı sual cavab verəcək? Kimdən? Məndən. Kimdən sualı hansı nitq hissəsinə məxsusdur? İsmə. O zaman burada əvəzlik ismi əvəz etmişdir. Yəni, hansı suala cavab verirsə, həmin nitq hissəsini əvəz etdiyini göstərir. Sonra əvəzliyin özünə məxsus qrammatik şəkilçisi yoxdur. Sonrasında özünə məxsus ümumi qrammatik mənası yoxdur. Əvəzlik əvəz etdiyi nitq hissəsinin bütün xüsusiyyətlərini daşıya bilmir. Məsələn, sual düşə bilər ki, əvəzlik əvəz etdiyi nitq hissəsinin bütün xüsusiyyətlərini daşıyır. Xeyr, bütün xüsusiyyətlərini daşıya bilmir. Əvəzlik bütöv cümlə üzvü vəzifəsinə çıxış edə bilər. Bunu dedik, bu əsas hissələri idi. Sonra əvəzliyin quruluşu növlərindən danışaq. Əvəzliyin quruluşu üç növü var, digər nitq hissələrində olduğu kimi. Sadə, düzəltmə və mürəkkəb. Sadə dedik ki, bir kökdən və ya qrammatik şəkilçisidən ibarət olanda olur sadə. Buna məsələn şəxs əvəzliklərini deyə bilərik. Mən, sən, o, biz, siz, onlar, nə bilim, elə, belə, sual əvəzliklərindən nə, necə, təyin əvəzliklərdən öz, hər, filan və s. də bunlar sadəcə bir kökdən ibarət olduğu zaman onlar deyə bilirik. Bəs yaxşı, düzəltmələrə nəyə deyə bilirik? Düzəltmələrə məsələn birini deyə bilirik. Qeyri-müəyyən əvəzliklərdən biri, bir sözün kökü, i leksik, ondan sonra kimsə bu formada və s. kimsə, nəsə, hərə, neçənci, haralı və s. bu formalarda olduğu zaman bunlar olur düzəltmə əvəzliklər. Mürəkkəb əvəzliklər isə iki və daha artıq sözün birləşməsindən yarananda olur. Məsələn, filan, kəs. Filan ayrı sözü, kəs ayrı sözü birləşib yaratdı filan kəs qeyri-müəyyən əvəzliyini. Ondan sonra hər kəs, heç kim isə, heç nə, nə isə və s. Bu tipdə olanda iki sözlə birləşmiş olduğu zaman olur mürəkkəb əvəzliklər. İndi isə keçək əvəzliklərdən mənaca növlərindən danışaq. Əvəzliyin mənaca 5 növü var. Şəxs əvəzliyi, dil danışaraq deyim, yazı hissəsindən çox danışmaqla deyim bunları. Şəxs əvəzliyi, işarə əvəzliyi, qeyri-müəyyən əvəzliklər, təyin əvəzliklər və sual əvəzlikləri. Ən rahat şəxs əvəzliklərinə başlayaq. Şəxs əvəzlikləri ismin yerində işlənən şəxs anlayışını bildirir. Kim, nə suallarından birinə cavab verən əvəzliklərdir. Şəxs əvəzlikləri hansılardır? Birinci şəxs, ikinci şəxs, üçüncü şəxs tək və cəm olaraq bölünür. Təkində mən, sən ikinci şəxsdə, o üçüncü şəxsdə, cəmində birinci şəxsin cəmi, biz, ikinci şəxsin cəmi, siz, üçüncü şəxsin cəmi, onlar formasında olur. Ondan sonra cəmiyyətcə dediyim kimi həm təkdə, həm cəmdə olurlar. Birinci və ikinci şəxs bildirən əvəzliklər, birinci və ikinci şəxs bildirən əvəzliklər bunlar yalnız insana aid olur. Yəni buradan da belə götürürəm də, həm tək, həm cəmə aiddir. Birinci və ikinci şəxsdə olan əvəzliklər insana aid olur. Ancaq üçüncü şəxs bildirən bu o və onlar var. Və bu ikisi həm insana, həm də digər canlı və ya cansızlara aid ola bilər. Kim nə suallarına cavab verir? Burada o həm kim, həm də nə sualına cavab verə bilər. Sonra isim kimi hallanır. Bunların hamısı isim kimi hallana bilir. Sadəcə demişdik də, mən, mənim kimi olur yiyəlik halda, sənin, onun, biz, bizim olur yiyəlik halda. Bunu isimdən demişdik. Sizin, onların gördüyünüz kimi hallandıra bildik. Mən və biz əvəzliklər demişdik. Yiyəlik halda hər ikisi im şəkilçisi qəbul edir in yerinə. Sonrasında şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir. Bax, bunu yadda saxlayın. Şəxs əvəzliyi mənsubiyyətə görə dəyişmir. Mənsubiyyət belə x qoyuram, bilin. Yox. Mənsubiyyətə görə dəyişmir. Ad bildirmir.
Ondan sonra mən, sən və o şəxs əvəzlikləri çıxışlı hal şəkilsi qəbul etdikdə yazılış və deyilişi fərqlənir. Bunu da fonetikadan demişik. Məndən yazılacaq. Tələffüz zamanı necə olacaq? Məndən. Yəni çıxışlı hal şəkilsi qəbul etdiyi zaman dəyişir. Bu da zaten şəkilçinin dəyişməsidir. Bunu demişdik. Sonra burada başqa nə deyə bilərik? Şəxs əvəzlikləri müstəqil işləndikdə yalnız ismi əvəz edir. Və təkcə müstəqil işləndikdə, nəyəsə qoşulmayanda ismi əvəz edir. Lakin mətn daxilində işlənəndə sifəti, sayı, feili sifəti və sair nitq hissələrini əvəz edə bilər. Sonrasında nə deyə bilərik? İşarə əvəzliklərinə keçək. Məncə bəzi əlavələr olsa yenə deyərəm. İşarə əvəzliklərindən danışaq. İşarə əvəzlikləri işarə məqsədi ilə işlədilən əvəzliklərdir. Hansılardır işarə əvəzlikləri? O, bu, elə, belə, bir də həmin. Bunlar işarə əvəzlikləridir. İşarə əvəzlikləri necə, nə cür, hansı suallarına cavab verir? Sifətlə eyni suallara, yəni necə, nə cür və hansı suallarına. Hansı suallarına cavab verir. Sonra işarə əvəzlikləri quruluşsa yalnız sadə olur. Baxın, o bir köçdü, bu bir köçdü, elə bir köçdü, belə bir köçdü, həmin də bir köç. Yəni sadəcə quruluşca sadə olurlar. Adətən sifətidir demişik, hansı sualına cavab verir. Məsələn, deyirəm ki, o hadisə, hansı hadisə? O hadisə. Nə bilim, bu ağac, hansı ağac? Bu ağac bu formasında olur, belə olur. O əvəzliyi həm işarə, bax bu gördüyümüz o əvəzliyi həm işarə, həm də necə şəxs əvəzliyi olur. Birdən dil topuq çalır elə. Deməli o əvəzliyi həm işarə, həm də şəxs əvəzliyi formasındadır. Şəxs əvəzliyi olduğu zaman kimlə suallarına cavab verir. Lakin işarə əvəzliyi olduğu zaman dedik ki, hansı sualına və necə nə cür suallarına cavab verir. Əgər o əvəzliyi kimlə sualından birinə cavab verirsə, şəxs əvəzliyi. Məsələn, o gəldi. Kim? O. Sonra o əvəzliyi hal xəbəri şəkilsi qəbul edərsə şəxs əvəzliyidir. Məsələn, onu, ona, odur. Yəni hal xəbərli şəkilsi ismə məxsusdur və bunu da ancaq dedik hansı əvəzlik qəbul edir? Şəxs əvəzliyi. Əgər o əvəzliyi hansı suala cavab verirsə dedik işarə əvəzliyidir. O kitab, hansı kitab? O kitab. Bu əvəzliyi isə istənilən məqamda işarə əvəzliyidir bu əvəzliyi. Yəni bunun şəxs əvəzliyi və ya başqa bir əvəzlik formasında işlənməsi yoxdur. Bu əvəzliklərindən sonra vergül vermək məsələsindən danışaq. Bu iki əvəzliyin sonrasında vergül gəlmək məsələləri var ki, onları necə tapırıq? Elə yer var ki, o-dan sonra, bu-dan sonra vergül gəlir, elə məqamlar var ki, vergül gəlmir. Əgər o, bu əvəzlikləri ismin yerində işlənir. Kim nə suallarından birinə cavab verdikdə, onlardan sonra əgər isim, sifət, say, feili sifət, zərf, modal söz, nida, xitab işlərsə vergül qoyulur. Bax, adlarını saydıqlarım. O ilə bu. Daha bir rahat formada deyim. O, bu. Kim və nə sualına cavab verərsə. Və özlərindən sonra feili bağlamam, ondan sonra məstər, yəni feilə aid, feili sifətdən başqa. Köməkçi nitq hissələrindən ədat, bağlayıcı, qoşma gələrsə vergül qoyulmaz və hansı sualına cavab verərsə vergül qoyulmaz. Bax bunu belək. Əgər o gəldi, nə etdi? Gəldi. Bax feil gəlib. Nə etdi? Gəldi. Ay, xəbər işarəsi çəkirəm. Hə. Nə etdi? Gəldi. Burada bu feildir. Onda vergül olmaz. Amma sonra bu kitabın yazısıdır. Belə deyək də. Nədir? Yazısıdır. Nədir? Yaxşı, kitabın yazısı. Nə bu? Bax, nə sualına cavab verdi burada.
və özündən sonra kitab, isim gəlib. Onda burada vergül qoyulacaq. Bunu bir yadda saxlayaq. Əgər feil, ondan sonra bağlayıcı, qoşma, ədat gələrsə vergül qoyulmaz və hansı suala cavab verərsə qoyulmaz. Qalan hallarda vergül qoyulacaq. Deyər ki, o ağac gözəldir. Bax bu verər. Bu halı verər sizə. O ağac gözəldir. Burada görərsiniz ki, odan sonra ağac isim gəlib, vergül qoyum. Xeyr, olmaz. Çünki odan sonra bir sual verdiniz oya. O ağac gözəldir. Nə ağac? Hansı ağac? Burada artıq bu hansı sualına cavab verəcək. Və vergül ola bilməz. Deməli, nə bir də təkrarlayıram. Odan sonra o özü hansı sualına cavab verərsə o bu, vergül qoyulmaz. Odan sonra bağlayıcı, qoşma, ədat və feil gələrsə, feili sifətdən başqa feilin digər formaları gələrsə, vergül qəti formada qoyulmaz. Amma o kim nə suallarına cavab verərsə, özündən sonra isim, sifət, say, feili sifət, zərf, modal söz, nida, xitab işlənərsə, vergül qoyulur. Bu qədər net və asan. Sonrasında nə deyək sizlərə buradan? Bura rahat getdi. Sonra bir də odan sonra o budan sonra bir hal var ki, əvəzlik gələrsə də vergül qoyulmama ehtimalı var. O da nadir hallarda olur. Bir də onun özündən sonra o budan sonra əvəzliyin özü gələrsə vergül qoyulmaz. Çox vaxt qoyulmaz. Amma bəzi məqamlar var ki, orada qoyulur artıq. O da ki, əlavə forması işlənsə, bunu gələcək dərslərimizdə keçəcəyik əlavəni. Yəni odan sonra əvəzlik gələrsə də vergül qoyulmaz. O mənim dostumdur. O mənim dostumdur. Kimdir? Dostumdur. Kimdir? Mənim dostumdur. Kim o? Burada kim sualına cavab versə belə, odan sonra mənim əvəzliyi gəldiyi üçün vergül qoyulmaz. Bunu da dedik. Sonrasında bu işarə əvəzliyi əşyanı göstərmək üçün işləndikdə ismi xüsusiyyətini daşıyır dedik. Hallanır, cəmlənir, amma mənsubiyyətə görə dəyişə bilmir. Sonra keçək elə belə əvəzliklərinə. Elə belə əvəzliyi həm sifəti, həm də zərfi əvəz edir. Əşyaya aid olduqda elə belə. Əşyaya aid olduqda sifəti əvəz etmiş olur. Hərəkətə aid olduqda zərfə əvəz etmiş olur. Məsələn, yaza bilərik ki, elə insan var ki, nə bilim, arxası var. Elə insan var. Necə? Elə. Burada necə sualına cavab verəcək. Amma özündən sonraya baxıram. İnsan gəlib, isim gəlibsə, burada sifəti əvəz edən əvəzlikdir. Bir də var, yazır ki, nətər deyək, hansını deyək bir dənə. Elə danışır. Elə danışır ki, hə, belə deyək. Elə danışır ki, özündən sonra görürsünüz, feil gəlib və elə necə danışır? Elə zərfi əvəz etmişdir. Lakin bizə testdə belə bir şey sual verə bilərlər ki, elə hansında zərfdir və ya deyə bilər ki, elə zərfdir burada. Xeyr, elə zərfi əvəz etmiş əvəzlikdir. Nə qədər zərfin formasına düşsə belə, yenə də əvəzlik olaraq qalır. Necə ki, sifətin və ya sayın substantivləşməsində demişdik ki, isimləşsə belə, yenə də sifət olaraq qalır. Burada da eyni qayda ilə nə qədər ismi əvəz edirsə, nə qədər sifəti əvəz edirsə, zərfi əvəz edirsə də, yenə də əvəzlik olaraq qalır. Heç bir dəyişiklik olmur. Sonrasında elə belə əvəzliyi biz başqa bir formada da görə bilərik. Elə belə əvəzliyini biz ədatın içində görürük. Onunla da homonimlik təşkil eləyir. Ədatla.
ədatla omonimlik təşkil eləyir. Belə səni, məsələn, burada deyə bilər ki, daha çox belə ədat nə üçün var? Cümlədə məna qatmaq məqsədli işlədilir də. Məsələn, deyə bilər ki, elə sən deyəndir. Bir var deyirəm sən deyəndir. Bir də deyirəm ki, elə lap sən deyəndir. Elə sən deyəndir. Burada elə olacaq ədat. Bir də var deyirəm ki, elə dost çətin tapılar. Necə dost? Elə dost. Burada sual verə bilirəmsə və cümlədən çıxarda bilmirəmsə, olur əvəzlik. Amma ədatı cümlədən çıxartdığımız zaman mənada heç bir, yəni cümlənin məğzindən heç nə itmir. Sadəcə biraz cümlədə təsir gücü azalır. Bunu da dedik. Ondan sonra o bu əvəzlikləri, bunu da silək. O və bu əvəzlikləri mənsubiyyət şəkilçisi qəbul etmir, mənsubiyyətə görə dəyişmir. O əvəzliyi həm şəxs, həm də işarə əvəzliyi kimi işlənərək omonim olur. Şəxs əvəzliyi olduqda dedik kimlə suallarıdır, işarə əvəzliyi olduqda hansı sualıdır. Sonrasında həmin əvəzliyindən danışaq, elədən belədən danışdıq, odan burdan danışdıq, keçdik həminə. Həmin əvəzliyi Həmin əvəzliyi əsasən sifəti, bəzən də mətn daxilində sayı, ismi və feil sifəti əvəz edir. Amma əsasən sifət əvəz edir. Bunu da yadda saxlayaq. Məsələn, qardaşım 5 mərtəbəli binada yaşayır. Biz də həmin binada yaşayırıq. Hansı binada? 5 mərtəbəli binada. Burada artıq gördüyünüz həmin 5 mərtəbəli sözünü, yəni sifəti əvəz etdi. Yəni cümlə daxilində özünüz görəcəksiniz. Sonra qeyri-müəyyən əvəzliyə keçək indi. Keçdik qeyri-müəyyən əvəzliklərə. Qeyri-müəyyən əvəzliklər ismin yerində işlənən və qeyri-müəyyən şəxsi bildirən və ya əşyanı bildirən əvəzliklərdir. Məsələn, kim olduğu və ya nə olduğu bilinmir də, qeyri-müəyyəndir. Məsələn, kimsə hansılara aiddir? Bunlara adından, yəni əzbərləsəz daha yaxşı olar, amma məntiqlə tapmaq olur. Kimsə, hərə, biri, hər kəs, kimsə, sonra kim isə, nəsə, filan kəs, heç nə, hamı, hər nə və s. bunlardır. Quruluş isə həm sadə, düzəltmə, həm də mürəkkəb olur. Yəni 3 quruluşa da malik olan budur. Necə sayılarda qeyri-müəyyən sayılar 3 quruluşa da malik idisə, burada da eyni qayda, yəni qeyri-müəyyən əvəzliklər 3 quruluşa da malikdir. İsim kimi hallanırlar. Filan kəs, filan kəsin, filan kəsə, filan kəsdə, filan kəsdən və s. formada. Bəzi əvəzliyi var. Bunların içində bir dənə bəzi əvəzliyi var ki, bəzi əvəzliyi sifətin yerində işlənir. Yalnız mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra hallanır. Yəni ondan qabaq hallanmaz. Qalanları normalda hallanırlar. Sadəcə bəzi əvəzliyidir ki, yalnız mənsubiyyət qəbul etdikdən sonra hallanmağa başlayır. Sonra qeyri-müəyyən əvəzliklər mənsubiyyətə görə dəyişə bilir. Hamı, hərə, bəzi qeyri-müəyyən əvəzliklər birinci, ikinci, üçüncü şəxsin təkinin yox, cəminin mənsubiyyət şəkilçisini qəbul edir. Bunu da yadda saxlayın. Hansılar? Hamı, ondan sonra hərə, bir də bəzi. Bunlar, bax bu üç dənəsi. Təkin yox, cəminin mənsubiyyət şəkilçisini qəbul edir. Hamımız, hərəmiz, bəzimiz formada. Yəni hamımı olmur da, hamımız formasında olacaq. Sonrasında qeyri-müəyyən əvəzliklərdən bəziləri cəmlənə bilər. Yəni hamısı yox, bəziləri cəmlənə bilir. Məsələn, bəziləri, bəziləri. Sonra nə deyə bilər? Kimsələr, filan kəslər formasında. Durub da hamılar, hərələr, birilər formasında cəmlənmə deyə bilmirik. Yəni bəziləri var cəmlənir, bəziləri var ki, cəmlənmir. Sonra mübtəda, tamamlıq, xəbər vəzifəsinə çıxış eləyir. Kimsə əvəzliyi iki mənada işlədilir. Bax bu kimsə əvəzliyimiz iki mənada işlədilir. Bir var qeyri-müəyyən şəxs mənasında kimsə məni səsləyirdi. Kimsə, birisi, biri bir mənada. Bir də var ki, inkar mənasında kimsə sənə söz deyə bilməz mənasında. Məsələn, deyirəm ki, kimsə səni səsləyir. Kim? Kimsə, yəni çöldən kimsə çağırır. Bir deyirəm ki, heç kim sənə heç nə deyə bilməz. Kimsə sənə heç nə deyə bilməz. Yəni burada heç kim mənasında, inkarlıq mənasında işlənir. Hər iki mənada da qeyri-müəyyən əvəzlikdir. Sadəcə iki mənaçaları var. Sonra keçək təyin əvəzliklərə. Təyin əvəzliklər hansılardır? Hər, bütün,
Filan, öz, bir də eyni. Burada öz plus mənsubiyyət, burada mənsubiyyət yazın bilin. Öz və öz plus mənsubiyyət olan hamısı. Yaxşı. Təyin əvəzliklər quruluşda yalnız sadə olur. Cümlədə isimlərdən əvvəl gələrək onları təyin edir. Sifət kimi hansı suala cavab verir? Cümlədə təyin olur. Elə adından görünür kimi təyin əvəzlik deyildiyi kimi. Hər bütün əvəzlikləri qrammatik şəkildə qəbul etmir. Morfoloji dəyişikliyə məruz qalmır. Sonra eyni əvəzliyi morfoloji dəyişikliyə məruz qalır, qrammatik şəkildə qəbul edə bilir. Eynisi, eyniləri formasında ola bilir. Yəni şəkildə qəbul edə bilər. Öz əvəzliyi mənsubiyyə şəkildə qəbul edib substantivləş və ismi xüsusiyyətini daşıyır. Məsələn, özümüz. Yəni mənsubiyyəti qəbul edir və isimləşdi. Hallanır. Ondan sonra özüm, özümə bu formada cəmlənir özləri. Öz əvəzliyi isimləşərkən cümlənin mübtəda, tamamlıq və xəbəri ola bilər. Öz əvəzliyi şəxs əvəzliyini də əvəz edir. Mən danışıram, özüm danışıram formasında. Yəni desək ki, özü özünü əvəz edə bilən hansıdır? Gördüyümüz kimi elə öz əvəzliyi. Yəni hansı nitq hissəsi öz özünü əvəz eləyə bilər? Əvəzlik. Belə deyə bilərik. Öz əvəzliyi özündən sonrakı sözün mənsubiyyə şəkli ilə işlənməsini tələb eləyir. Yəni özü ya özündə mənsubiyyəti qəbul eləyir, ya da özündən sonra gələn sözdə mənsubiyyəti qəbul eləyir. Sonrasında yəni bu qədər rahat. Sadəcə adlarını bilsəniz və cümlə daxilində işlənmə yerlərini bilsəniz rahat olacaq, narahat olmayın. Sonra keçək ən rahatı və ən qısası olan sual əvəzliyinə. Sual əvəzliyi nədir bilirsiniz? Sual əvəzliyi əsas nitq hissələrinin, sualların hamısı sual əvəzlikləridir. Necə ki, ismin sualları nə idi? Kim, nə, hara? Düzdür? Sifətin sualları nə idi? Necə, nə cür, bir də hansı? Ondan sonra digər bütün əsas nitq hissələri suallar var. O sualların hamısı sual əvəzliyidir. İsmin sualları sual əvəzliyidir. Sifətin sualları sual əvəzliyidir. Sayın sualları sual əvəzliyidir. Zərfin sualları sual əvəzliyidir. Feilin sualları sual əvəzliyidir. Hamısı sual əvəzliyidir. Quruluşsa üç sır olur. Həm sadə, həm düzəltmə, həm mürəkkəb formasında olur. Bütün cümlə özləri vəzifəsində çıxış eləyir. Çünki bütün sualların hamısına cavab verir. Çünki özü də zaten sual verir. Sonra sual əvəzlikləri özü özünü əvəz eləyir. Bax, bunu sual olaraq salırlar. Hansı əvəzlikdir ki, özü özünü əvəz eləyə bilər? Sual əvəzlikləridir. Bəzi sual əvəzlikləri heç bir nitq hissəsini əvəz etmir, necə deyim? Bəzi sual əvəzlikləri bir neçə nitq hissəsini əvəz eləyir. Kim həm ismə əvəz eləyir, həm də əvəzliyə əvəz eləyir və s. də bir sual hamısının bir neçəsinə aid ola bilər. İkisinə aid ola bilər, belə deyək. Rahatdır. Sadəcə suallar adlarını, yəni daxilini əzbərləsəz hamısı rahat gedəcək. Narahat olmayın. Yerdə qalan suallarınıza da dərsimizdə baxarıq. Sağ olun.